Mebel, kuxna mebeli əla. Qadınların ən sevimli otağı mətbəxidir. Düzdür, mətbəxi də ki, əla. Hörmətli izləyicilər, gözləyirəm sizi. Zəng eləyir 070 858 31 44. Maçdağdayıq. Demək olar ki, əşyaların bir 30% evin içindədir. Evin qiyməti 105 mindir. Bir də mətbəxinə nəzər çatdıraq. Xalacelnik zadı, hamısı, balaca belə stol, otur. Balaca deyil ha mətbəxi. Haradasa ümumi 90 kvadrat, 90-92 kvadrat Kupçada. 2 sotun içində paltar yuyanı, hər bir şəraiti var da, yəni ayaqqabınızı çıxardıb gəlib girirsiniz evin içinə. 4 otaqlıdır. 3 yataq otağı, 1 qonaq otağı, baxaq. Gəl. Kim alsa Allah xeyir versin. Maçdağda yaxşı yerdir. 293 nömrəli məktəbə yaxındır. Bravo marketi yaxındır və ən əsası neçə nömrəli idi avtobus? 197 nömrəli avtobus düz evin 20 metr məsafəsindən gedir. Düz Koroğlu metrosuna gedir. Baxdı, bura koridor hissəsi, giriş qapısıdır. Otaqlara baxaq, sonra çölünü göstərək. Bura qonaq otağıdır, genişdir. Kombisi, zadı hər şeyi var. Yəni evlər də ot kimidir. Döşəməsi taxta poldur, tavanı hündürdür. Təmirə heç ehtiyac yoxdur. Təptəzə indi o balaca xırdaxır uşaq nəsə burada zıbıçqayla yazıb vəssalam. Bu yataq otaqlarından biri. Pəncərələrin qabaqları boşdur, yəni gün işığı düşür. Bu da roldur. Cüt daşdır, kəməri atılıb. Evin videoda qəşəngli çöldən də baxacağıq. Baxaq ikinci yataq otağına. Maşallah bura da böyükdür. Önə boyda taxt. İkinci. Bir dənə sizə sanuzyonu görsədim. Burada üçüncü yataq otağıdır. Bizim narahat eləməyəcək ev sahibi oradadır. Bu da ki, qardaş, buna bura gəl. İsti pol deyə bura. Bax, sanuzyalı böyükdür. Vanna da yerləşibdir. 105 min manat sənədləri tam qaydasındadır. Baxa bilər, çıxdılar otaqdan, gəl. Bax, bu arxası da işıqlıdır. Gün işığı düşür. Genişdir də, hər cür mebel bura yerləşəcək. Kim alsa Allah xeyir versin. Neyniyə? Çıxaq çölə. Gedək çöl də görsədim sizə. Bir dənə stop pauza ilə çıxar inşallah. Yeri gəlsə, heytinə 2 dənə maşında girir. 2 sotun içi. Hətta 2 sotdan balaca yuxarıdır. Biraz çox. Evimizin fasadı qəşəng. Böyük pəncərələrdir, vitrajlı. Şəbəkə formasındadır. Üstü bağlı belə bir navesti, yayda oturub durmağa. Yəni gün düşmür, yağış düşmür, su düşmür və s. və ilaxır. Bir də xatırladıram. Evimizin ən böyük özəlliyi odur ki, dayanacağa yaxındır. Buradan mindiniz 20 metrdən avtobus keçir. Düz Koroğlu metrosu. Bir dənə də mən sizə bu zirzəmisini göstərəcəm. Kombisi burada yerləşir. İmer qazdır. İtalyanskidir. Yaxşısından qoyubdur. Niyağın ki, təbii ki, indirimi də olacaq. İndirim də eləyəcək. Baxın, bir dənə padvalına. Gör, nə boydadır. Nə istəyirsən yığ bura, qardaş. Kladovka kimi, böyük, geniş. Banka, balon. Həyti də ki, belə bir tam etdi. Kommunallardır ki, hamısı var. Bax, burada istə söz, bax, qaz xətti də çəkib. Bura qaz da qoyub. Burada məsəl üçün yayda nəsə belə bir şey qoyub. Qaz çəkib, burada mətbəx kimi də istifadə edə bilərsiniz. 105 min, sağ olun.